JUnit frameworkuna başlayırıq. Çünki biz dedik ki, burada yazdığımız əslində bir metoddur. Biz buradan başa düşə bilmirik ki, bu həqiqətən testdir yoxsa yox. Birbaşa main metodunun içində yazmışıq və main metodu run edirik. Bu isə düzgün deyil testlərimizi yazmaq üçün. Biz testlərimizi ayrıca metodlarda saxlamalıyıq və görəndə həm də Java özü başa düşməlidir ki, həmin o metodlar test metodlarıdır. Və unit testləri yazacağıq. Hərçənd ki, biz testləri developer deyilik. Adətən unit testləri developer yazır. Nədir unit test? Məsələn, hər hansısa bir element səhifədə göstərilirmi? Hər hansısa bir element orada işarələnibmi? Təbii ki, mən bu anlayışları izah edəcəm, nümunəni göstərəcəm. Biz öz Maven proyektimizə həmin JUnit dependency-ni yükləməliyik. Burada bizdə hal-hazırda yoxdur. Hal-hazırda nə var bizdə? Bonnie Garcia'nın Web Driver Manager var və Selenium Java var. Bunun üçün biz hara getməliyik? Maven repository-yə və burada JUnit yazırıq. JUnit. İkinciyə daxil oluruq. Və ən çox istifadə olunan ən yeni versiyanı yükləyirik. 4.13.2. Bunu kopyalayırıq. Gəlirik öz proyektimizə və dependency-ni bura yapışdırırıq. Təbii ki, yapışdırdıqdan sonra biz yeniləməliyik. Gəlin yeniləyək. Və yenilənmə bitdi. Nə edə bilərik? Java-nın içində bir package açaq. Yazaq burada unit və bunun içində biz unit testlərimizi saxlayacağıq. Birinci klassımızı yaradaq. C1 altdan xətt JUnit və artıq testlərimizi yazmaq üçün main metoda ehtiyac yoxdur. Biz JUnitdən istifadə edəcəyik və JUnitin annotasiyaları var. Məsələn, birinci annotasiya @ testdir. @ test. Bu JUnitdən gəlir və mən burada bir metod yaradıram. Deyək ki, public void test 01 və fikir versəz artıq main metodun olmamasına baxmayaraq, yəni o yoxdur, mən testimi burada run edə bilərəm. Və testi run etdiyim zaman əslində terminalda səliqəli şəkildə mən həmin testin keçib keçmədiyini yoxlaya bilərəm. Dedik ki, bu unit testdir. Unit test hər hansısa bir komponentin izolə olunmuş şəkildə testidir. Yəni, mən bir komponenti yoxlayacağam və o komponenti test etmək üçün başqa komponentlərə ehtiyacım olmamalıdır. Məsələn, keçək Google-un saytına, google.com və burada siz axtarış sistemini görürsünüz. Bu bir komponentdir. Bu axtarış sistemi bir komponentdir. Inspect edirəm, gəlirəm bura, görürəm axtarış yerinə, text area. Mən unit test yazaraq deyə bilərəm ki, get bax gör, bu axtarış sistemi render olunub yoxsa yox, yəni orada göstərilib yoxsa yox. Bunun üçün mən nə etməliyim? Təbii ki, əvvəlcə axtarmalıyam, adresini tapmalıyam və bu səhifədə əslində text area tagi cəmi bir dənədir. Ona görə də mən sadəcə / yazaraq tagin adı ilə axtaracam, text area. Hətta ikisini tapdım, maraqlıdır, ikincisi haradadır? Text area. Okey, gəlin onda başqa metoddan tapaq. Name bərabərdir Q. Belə axtararıq. XPath yazmamıza ehtiyac yoxdur. İzah edəcəm nəyə görə. Sadəcə bunu yadımıza saxlayaq ki, name'i Q-yə bərabər olan bir element var. Və bu elementin burada render olub olmamasını biz test edə bilərik. Qayıdırıq öz testimizə. Təbii ki, setup'ımızı gətirməliyik. Hələ ki, təkrar biz bunu yazırıq. Və burada Amazon yerinə mən sadəcə Google edəcəm. Növbəti addımım olacaq ki, mən həmin elementi tapmalıyam. Web element search box bərabərdir driver.find element və by.name ilə verəcəm. Name'i də nə idi? Q-yə bərabər idi. İndi baxın. Əvvəlki metodlarımızda burada və yaxud da burada biz bir şeyin olub olmamasını, testin keçib keçməməsini necə yoxlayırdıq? Sadəcə if-else var idi arası. Baxın, belə bir if-else yazmışdıq və bu çox məntiqsizdir. Bu if-else'in yerinə biz JUnit'in tərkibində olan assert klassından istifadə edəcəyik. Assertion'dan istifadə edəcəyik. Yazıram burada, kommentin içində assertion. Yəni, bir növ tutuşturma kimi tərcümə oluna bilər. Nəyi tutuşturur? Aktual nəticə ilə gözlənilən nəticəni tutuşturur. Actual result vs expected result yazıram burada. Expected result.
Bunun üçün mən assert istifadə edəcəm. Assert nöqtə qoyuram. Və assert'ün bir neçə metodları var. Mənə nə lazımdır? Assert equals edə bilərəm. Əgər aktualla expected-i yoxlayıramsa, həmin elementin orada olub olmamasını yoxlamaq istəyirəm. Element orada var. Bu sual nə qaytarır mənə? Bir element orada var ya yox, boolean qaytarır. Düzdürmü? Və mən onu necə edə bilərəm? Yazıram burada assert true. Deyirəm ki, həmin element orada göstərilməlidir. Mən deyirəm ki, sənə verəcəyim şərt mənə true qaytarmalıdır. Yəni ekranda həmin elementi görmək istəyirəm. Ekranda həmin elementin olmasını istəyirəm və o şərti verməliyəm. Bu element orada göstərilirmi? Searchbox.isDisplayed. Belə bir metodum var. IsDisplayed demişdim ki, is ilə başlayanlar bizə boolean qaytarır, ya true ya false. Deməli, testimi işə saldığım zaman Chrome'um açılır, google.com saytına gedilir, bu element axtarılır. Hələ ki, mən burada implicitly verməmişəm, gəlin onu da verək. Hər testimizdə artıq bunu verməliyik. Maximize də verməliyik, gəlin onu da qaytaraq. Ki, əlimizdə öyrəşsin, hanı maximize buradadır. Aha. Axtarış qutusunu axtarır, 15 saniyə vaxtı var və deyək ki, tapdı. Tapandan sonra həmin o element orada render olunub yoxsa yox, onu tapmaq üçün mən isDisplayed metodundan istifadə edirəm. IsDisplayed mənə ya true ya da false qaytaracaq. Əgər false qaytarsa, mən də testimə demişəm ki, sən true olmalısan. Bu nə deməkdir? Baxın, assert true nə deməkdir? Assert true bərabərdir. Gözləyirəm ki, expected result'ım true olacaq. Expected result'ım true olmalıdır. Expected result'ım true, amma aktual result'ım false-dursa, mənim testim fail olacaq, keçməyəcək. Yox, əgər mənim aktual result'ım da true-dur, expected-im də true-dursa, o zaman testim keçir. Başqa cür bunu necə yaza bilərdim? Baxın, burada verilmişi mən başqa cür necə yaza bilərdim? Belə yaza bilərdim. Assert nöqtə, assert equals və bura deyirəm ki, true yazıram. Expected true-dur. Yəni gözlənilən true-dur. Deyirəm ki, element orada göstərilməlidir. Aktual isə yenə də budur. Baxın, bu ikisi bir-birinə bərabərdir. İndi sizcə bunu yazmaq daha məntiqli deyilmi? Testimizi run edirik. Mən bu sətri alaram kommentə. Və fikir verirsə, mən artıq main metodu yox, sadəcə test01 metodunu işə salaram. Hardasa orada browser açılır, göstərirəm və məndə belə bir xana açılır ki, hardan mən cookie'ləri qəbul etməliyəm və 15 saniyə vaxt verilir ki, həmin element tapsın. Çox güman ki, elementi tapa bilməyəcək və testimiz fair olmalı idi, amma olmadı. Cookie'ni qəbul etməməyimizə baxmayaraq tapdı həmin elementi. Bunu necə sübut edə bilərik ki, testim həqiqətən keçdi, həqiqətən bu element orada göstərilir. Sadəcə səhv ad verirəm. Bu adda element yoxdur. By name adında element yoxdur. Testimi bir daha run edirəm və bu dəfə testim fair olmalıdır məntiqi cəhətdən. Növbəti browserimiz açıldı, bağlayıram və fikir verdirsə testim fair oldu. Deyir ki, no such element exception. Həmin elementi tapa bilmədim. Deməli, həqiqətən də testimiz işləyir. Hər bir testin sonunda gəlin biz əlimizi öyrəşdirək və driver.quit edək ki, bizim testimiz açılsın və bağlansın. Testimi run edirəm bir daha. Gətirirəm, burası da görəsiniz və testimiz keçdi və bağlandı. Çalışacağım ki, növbəti videodan elə edim ki, testimizi run etdiyimizdə browser bu monitorda açılsın ki, siz də görə biləsiniz. Hər dəfə mən o birisi monitordan dartıb gətirməyim. Və belə. Deməli, JUnit bizə bir sıra annotasiyalardan istifadə etməyə icazə verir. Mən burada yazıram. Annotasiya.